Duzlaşma, osteoxondroz bu problemlə bağlı mən çoxsaylı videolar paylaşmışam və yorumlardan belə başa düşürəm ki, insanlar zənn edir ki, bu problemin qarşısını almaq mümkün deyil. Yəni biz bu problemlə yaşamağı öyrəşməliyik deyə düşüncə formalaşır. Mən videolarda vurğulamışam ki, əgər həmin prosesin qarşısını almasanız, həmin proses sümük fəqərlərində, onurğada inkişaf eləyəcək və osteoxondroz olmaqdan çıxıb protruziyaya, qabarmaya və eyni zamanda yırtıq probleminə çevriləcək və həmin vaxtda sizin ölçüsünü böyüdərək gətirdiyiniz həmin problem əməlliyatlıq səviyyəyə gəlib çıxacaq. Əməliyyat isə yenə bunun çarəsi deyil. Həkimin işi, cərrahın işi həmin yırtığı götürüb orqanı tərk eləməkdir. O orada sümüklərə lazım olan, qığırdağa lazım olan maddələri verməklə məşğul olmayacaq. Çünki onun işi bu deyil. Ümumiyyətlə, birinci başa düşmək lazımdır ki, sümüklər daxildən bizim yediyimiz qidalarla qidalanır. Biz dünyaya gələndə belə ana südü vasitəsilə böyümüşük, inkişaf eləmişik. Ana südü bizim bədənimizə lazım olan 91 dənə maddə var ki, onu verirdi və biz inkişaf edirdik. İndiki dövrdə də insan böyüdü, inkişaf elədi, həmin maddələr dəyişməz olaraq qalıb. Yenə də 91 maddəni biz hər gün bədənə verməliyik. Amma Ümumdünya Səhiyyə Təşkilatı məlumatı deyir ki, biz artıq həmin maddələri bədənə qida ilə normal səviyyədə verə bilmirik. Niyə? Çünki qidaların keyfiyyəti düşüb aşağı, geni dəyişdirilib və s. Yəni biz nə qədər süd məhsulu istifadə eləsək də, hər gün çiyə toxumu yesək də, küncü toxumu yesək də, aptekdən alıb kalsium içsək də bu problem dəyişməyəcək. Niyə? Çünki bədənə verdiyimiz kalsium molekulyar kalsiumdur. İnsan orqanizmi isə problemlərlə üzləşdiyi zaman molekulyar kalsiumu parçalaya bilmir. Onun sümüklərinə gedib çatmır. Ümumiyyətlə biz istifadə eləməliyik iyonlaşmış, fermentasiya olunmuş kalsium ki, bunun içərisində bütün maddələr var. Yəni 70-ə yaxın maddə var ki, biz onu yeməkdən ala bilmədiyimiz səviyyədə qəbul edə bilərik. Və insanın gündəlik kalsium tələbatı dediyimiz bir ölçü miqdarı var ki, bu 1000 mg təşkil eləyir. Biz 1000 mg əvəzinə bədənə verəndə ki, 300-400 mg, əlbəttə bu çatışmazlıq, duzlaşma, artrit, artroz, revmatizm kimi həmin problemlər özünü çox qabarıq formada göstərəcək. Bu problemin qarşısını almağın sadəcə bir üsulu var. Sümüyün qidasını hər gün bədənə vermək. Əgər artıq orada duzlaşma prosesi başlayıbsa, siz birinci Tibet proqramının təmizlənməsindən istifadə edə bilərsiniz. Tibet proqramını tapmadınız, başa düşdüm. Zəli qoymaq var, hicama var və s. bu üsullardan da istifadə edə bilərsiniz. Ki, onlar təmizləmə işinə baxırlar, amma sümüyə lazım olan maddələri siz ancaq fermentasiya olunmuş kalsiumdan verə bilərsiniz. Həmin kalsium 98% sümüyə sorulur və sümüyə lazım olan maddələr təmin olunduqdan sonra onun yaranma ehtimalı düşür yavaş-yavaş sıfıra. Niyə? Çünki sümüyün qidasını mütəmadi vermək lazımdır. Buna da biz dərman kimi yanaşsaq, birinci günahı elə özümüzdə axtarmalıyıq. Niyə? Çünki səhərsi gün həmin kalsiumu içməyəndə vəziyyət qayıdacaq əvvəlki formasına, onda da deyəcəksiniz ki, bu problemin müalicəsi yoxdur. Xeyr, müalicə